Öyrədərək öyrənirik gənclərin intellektual inkişafına dəstək İctimai Birliyi tərəfindən Fidan adlı qısa metrajlı film çəkilib. Film Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstək Şurasının maliyyə yardımı ilə həyata keçirilən toy adət-ənənələr haqqında maarifləndirmə tədbirlərinin keçirilməsi layihəsi çərçivəsində hazırlanıb. Layihənin həyata keçirilməsində məqsəd erkən nigahlar, onların törədə biləcəyi fəsadlar, erkən nigahların qarşısının alınması yönündə maarifləndirmə işlərinin aparılması, xüsusilə də bu mövzuda sosial çarxın çəkilməsi olub. Layihənin əsas məqsədi gənclərin erkən nigaha qarşı həssaslığının artırılması, bu problemin cəmiyyətimizə və ölkəmizin inkişafına necə təsir etməsinin əhəmiyyətinin geniş izah edilməsi, erkən nigah problemlərinin virtual aləmdə təbliğidir. Filmin iyulun 27-sində Qazax rayonunun Ədəbiyyat Muzeyində təqdimat mərasimi keçirilib. Tədbirdə Qazax rayon icra hakimiyyəti aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, gənclər, ictimaiyyət və KİV nümayəndələri iştirak edib. Qazax rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi İsmail Süleymanov mərasimdə çıxış edərək layihə barədə ətraflı məlumat verib. Qeyd edib ki, erkən nigahlar və onun fəsadları mövzusuna həsr olunmuş Fidan adlı qısa metrajlı filmin çəkilişi 27-29 iyun 2017-ci il tarixlərdə aparılıb. Sonra film nümayiş olunub. Nümayişdən sonra filmin ssenari müəllifi və rejissoru Allahverdi Musayev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Qazax rayon komitəsinin sədri İskəndər Qurbanov və başqaları çıxış edərək erkən nigahların qarşısının alınmasında bu cür layihələrin böyük əhəmiyyət daşıdığını və belə tədbirlərin davam etdirilməsini qeyd ediblər. İyulun 28-də isə film Azərbaycan Yazıçılar Birliyinin Ağstafa rayon filialında nümayiş olunub. Nümayişdən sonra Ağstafa rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Turan Hüseynov və Azərbaycan Yazıçılar Birliyinin Ağstafa rayon filialının sədri Firdovsi Heydərli çıxış edərək erkən nigahların qarşısının alınmasında bu cür layihələrin böyük əhəmiyyət daşıdığını və belə tədbirlərin davam etdirilməsini qeyd ediblər. Qeyd edək ki, layihə rəhbəri Tükəzban Süleymanovadır. Filmdə rolları Allahverdi Musayev, Müsailə Cəfərli, Qazax Dövlət Dram Teatrının aktyorlarından Hacı Hacıyev, Xanım Məmmədova, Aydın Orucov, Minaya İbrahimova canlandırıblar. Əl çatmaz, ün yetməz uzaqlıqlarda.